İlham Əliyevin Avropanı hədəf almasının səbəbi bugün bəlli oldu. Mənim komandamın dəqiq araşdırmalarına görə may ayının 5-i 6-sı tarixlərində Avropanın xarici işlər üzrə sözçüsü Kaya Kallas İlham Əliyevlə görüşüb. İlham Əliyev Avropa Birliyinin sözçüsü Kaya Kallasdan mən Qabil Məmmədovu, Tural Sadıqlını, Mehman Hüseynovu və Məhəmməd Mirzəli deyilib, amma ki Məhəmməd Mirzəlinin üstünə çox düşməyiblər. Çünki orada bir bəlli məhkəmə gedir. Məhəmməd Mirzəlinin olsa verilməsi mümkün deyil. Ən çox İlham Əliyevin üzərinə düşdüyü Qabil, mən, Tural və Mehman Hüseynovdur. 3 adamı Avropadan istəyib İlham Əliyev. Avropa isə Kaya Kallas bu istəyi qəbul etməyib, rədd eləyibdir. Avropanın bu istəyini geri çevirməsi, rədd eləməsi İlham Əliyevin olmayan onuruna, olmayan qüruruna toxunub. İlham Əliyev Avropaya təzyiq göstərə bilmir. Əlindən bir təzyiq var, cəmi bircə təzyiq vasitəsi var əlində. O da Avropaya verdiyi neftin, biraz da qazın qarşısını almaqdır. Bundan başqa təsiri yoxdur. Nefti, qazın qarşısını almaq. Amma bunu da edə bilmir. Bunu edərsə İlham Əliyev özünü uçuruma atmış olacaq. Ona görə də İlham Əliyevin içi yanır. İçi yanıb tökülən İlham Əliyev ancaq başlayıb Avropanı hədəf alıb, Avropanın dalından danışır, Avropanı hədəf alır, Avropanı aşağılayır, hətta təhqir edici sözlərdən də çəkinmir. İt hürər. İtin işi hürüməkdir. Bu İrana hürüyə bilmir. İrana hürümək olar. Erdoğana hürüyə bilmir. Minərlər. Rusiya hürüyə bilmir. Zaten köpəyin sahibi Rusiyadır. Amerikaya hürüyə bilmir. Biden orada olsaydı gündə hürüyərdilər. Hürüyə bilmir. Heç Fransiyada cəməlli hürüyə bilmir. Bir dənə qalıb, ayrıca Avropa Birliyini obşu hədəf alıb hürümək. Vəssalam. Avropaya hürüyür İlham Əliyev. Bizlərin səsini kəsmək istəyir ki, bu təzəcə İranla ya Paşinyan seçilməsə Ermənistanla savaşa soxsun, kasıbın balaları axı 4 ilə yekələnirdi biraz. Yekələnən təbəqə var axı. Öldürülməli, parola düzələr ki, kəsimə gedir ha, müəyyən bir vaxtdan sonra. Axı 4-5 ildir, uşaqların 18 yaş tamam olubdur. Bir partiyada pışqılatmaq, qırdırmaq zamanıdır. Axı bu yecüc-mecücdur. Axı İlham Əliyev dəccəldir. Axı İlham Əliyev onurğasızlar sinifinə aiddir. Bunlarda onurğa yoxdur. İlham Əliyev onurğasızlar sinifinə aiddir. Özü və ətraf. Yola davam, mübarizəyə davam, yel qayadan toz qopara bilər. İlham Əliyev, biz qayayıq. Biz arxamızı xalqa sökəmişik. Sən kimə söküyürsən? Lukashenko'ya, Putin'e. Onlar sağ sökəməyib, onlar mehrbana söküyür. Allah yönetsin. Hər şeyi açıb ağatmayın. Üslubumu pozub sizin səviyyənizə düşmək istəmirəm. Düzdür, bəzən bunları qandırmaq üçün adam qanacağını itirir. Amma ağıllı olun, az qaldı. Bu yaxından gələcək, Turalından, Mehmanından, Mirzəlisindən gələcək. Amma hesab verməyə yox, hesab sormağa gələcəyik. Hazır olun, o günə çox az qaldı. Bəyənin, paylaşın, çox az qaldı.